Salam dostlar, biz Xankəndiyə gəlmişik. Bunların hamısının dadına baxacağıq. Sizcə şokoladlı paxlava görmüsünüz? Dadına bir şey göstərin. Bir sizə 10 daha bax. Gəldən ancaq 10 üzərindən 9 verirəm. Buna kadar bakıyor. Bundan görüm. Ha. Atardı. Qəşəngdir. Qaymaklıdır yoxsa? Yox, qaymaklı deyil. Budur. Bu nədir? Bu qaymaklısıdır. Bu da qaymaklısı. Bu Buna da onun üzərindən 9 verirəm. Bu dadlıdır. Ona 10 üzərindən görə neçə versən o görəsə? Düzdür. Neçə verdin buna? 10 üzərindən 9. Görünüşünə də verəcəm neçədir. 10 üzərindən 9 verdim. 10 üzərindən 9 verdim buna. Yaxşı, bu qaymaklıya baxdır. İşte 10 üzərindən 8. Bunu bəyənmədim. Qaymaklı bəyənmədim. Sonra bu da sıkışonlu inandı. Buna bax gör. Necədir? Bu da onun başqa cürəsidir. Sıkışonlu. Göz qabı qarışdı uşağı. O bundandır. Bu qaymaklı üçü də eynidir. Biri qaymaklıdır. Bu qaymaklıdır. Yox, bu qaymaklıdır. Bu sıkışonludur. Bu sadədir. Nətərdir? Buna da 10 üzərindən 9 verirəm. Hə, 10 üzərindən 9. Bu nədir? İçində qoz var, o qəşəng şey yoxdur. Ağzında titrəyir. Sən 10 üzərindən 10. 10 üzərindən 10 bəyəndi, hə. İndi görünüşlər. Bir çay çək, sağ ol. 10 üzərindən Çox sağ ol Mələk xanım. üzərindən 10 verirəm. Sağ ol, çox sağ ol. Bizə nuş olsun. Öpürəm. Kanalımıza abunə olun, like atmayı unutmayın.